Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif ümumi tarix dərsimizin 18-ci paragrafı olan Fransa mövzusunda olacaq. Biz Fransanın adını ilk dəfə bir dövlət olaraq 9-cu əsrdə Frank imperiyasının parçalanması nəticəsində yaranmış 3 dövlətdən biri kimi çəkmişdik. Lakin Verdi müqaviləsindən sonra Fransada vahid mərkəzləşdirilmiş bir dövlət yarana bilmədi. Fransa uzun müddət kral hakimiyyətinin zəif olduğu, feodal pərakəndəliyinin hökm sürdüyü bir vəziyyətdə öz mövcudluğunu davam etdirdi. Feodal pərakəndəliyinin və Fransadakı bu dağınıqlığın bir çox daxili, xarici, iqtisadi səbəbləri mövcud idi. Bu səbəblər haqqında mövzumuzun əvvəlində geniş və ətraflı məlumat verilmişdi. Lakin biz bu məlumatları körkəli şəkildə əzbərləməyə çalışarıqsa, bu bizim üçün çətin və bir qədər də mənasız olacaq. Ona görə də bu hissəni biz başa düşəcəyik sizinlə. Baxırıq Fransanın Avropada mövqeyinə, xəritədə harda yerləşməsinə, daha sonra isə daha kiçik bir xəritədə, hansı ki dərsliyimizdə 107-ci səhifədə verilib, sırf Fransanın öz ərazisinə nəzər yetiririk. Biz Fransanın ərazisini, yəni bu pərakəndəliyi daha yaxşı başa düşməkdən ötürü təxminən kobud formada iki hissəyə bölsək, yuxarı hissə şimal, aşağı hissə isə cənub vilayətləri. Bu vilayətlərin arasında iqtisadi inkişaf fərqli formada gedirdi uşaqlar. Belə ki, şimalda daha çox kənd təsərrüfatı, feodal münasibətləri inkişaf etmişdi. Cənubda isə daha çox sənətkarlıq, ticarət və şəhər həyatı daha basqın formada inkişaf etməkdə idi. Gəlin baxaq dərsimizə. Deyir ki, 10-cu əsrdən başlayaraq kənd təsərrüfatı inkişaf etməyə başladı. Belə ki, atdan istifadə elədilər təsərrüfatda, işlər daha da sürətləndisə deməli daha çox məhsul əldə etdilər. Daha çox məhsul əldə edən kəndlilərin isə öz əməyinə marağı artırdı. Belə ki, bunlar yəni daha çox çalışacağam, daha çox məhsul əldə edəcəm prinsipi ilə işləyirdilər və feodallara da bu daha çox sərf eləyirdi. Belə ki, feodal baxır ki, mən kəndlidən vergi almağım daha çox sərfəlidir, nəinki onları gətirib öz təsərrüfatımda biyarda işlətmək. Yəni, onlara məcbur əməyindən öz təsərrüfatında istifadə etmək. Digər tərəfdən də feodallar aramsız gedən daxili və xarici müharibələr səbəbilə heç o qədər də kənd təsərrüfatı ilə maraqlana bilmirdilər. Müharibələrə də iştirak eləyirdilər deyə o qədər də kənd təsərrüfatı ilə maraqlana bilmirdilər və tədricən onlar başladılar öz əllərində olan torpaqları kəndlilərə paylamağa, kəndlilər də işləyib feodala vergi ödəyirdilər. Kənd təsərrüfatının bu qədər inkişaf etməsi şimal vilayətlərində tədricən ixtisaslaşmaya gətirib çıxartdı. Məsələn, kəndin, tutaq ki, feodal mülkünün biri, vilayətin biri və yaxud da deyək ki, taxıl əkməklə ixtisaslaşır, daha çox taxıl əkir, becərir. Bir tərəfi deyək ki, nə bilim, pambıq əkir, bir tərəfi maldarlıqla, qoyunçuluqla, yun istehsalı ilə məşğuldur. Yəni, bu formada bu vilayətlər ixtisaslaşırdılar və başlayırlar öz aralarında məhsulu mübadilə etməyə, yəni dəyişməyə. Tutaq ki, taxıl əkən taxıl verir, süd məhsulları alır, pambıq əkən taxıl alır, pambıq verir. Yəni, bu formada vilayətlər arasında tədricən iqtisadi münasibətlər inkişaf eləyirdi. Və onlar ölkənin əslində birləşdirilməsinə daha maraqlı idilər. Cənubda isə gəlin ümumi xəritəyə baxaq. Cənubda Fransanın, bax, bayaqki bölgəyə əsasən Fransanın, baxın, aşağı hissə cənubda, eləmi? Cənub vilayətləri İspaniya və İtaliyanın daha doğrusu ticarət yollarına daha yaxında yerləşirdilər, eləmi? Və bunun təsirinə məruz qalan cənub vilayətlərində ticarət, daha sonra sənətkarlıq, ümumilikdə şəhər həyatı daha çox inkişaf etmişdi. Burada feodal münasibətləri Fransanın şimalındakı kimi güclü inkişaf etməmişdi. Və cənubla şimal arasında da hətta dil fərqləri, mədəniyyət fərqləri var idi. Yəni, gəliş-gediş yoxdur, insanların dili də fərqli formada inkişaf eləmişdi. Artıq deyir ki, 13-cü əsrdən etibarən Paris şəhəri də şimalda yerləşir. Baxın, bir daha baxaq, xəritəyə nəzər salaq. Paris şəhəri şimalında yerləşirdi. Fransanın ən böyük iqtisadi mərkəzidir. Bugünkü gündə bilirsiniz ki, Paris Fransanın paytaxtı rolunu oynayır.
və bunu da ən yaxşı yadda saxlamağın yolu nədir? Şimalda idi feodal qaydaları, yoxsa cənubda idi feodal qaydaları? Nə dedik? Dedik ki, cəngavərlərin başı qarışmışdı müharibəyə. Müharibə də kimdən gedirdi? İngiltərə ilə. Fransanın şimalı İngiltərəyə daha yaxındır. Ona görə də feodallar torpağı paylayırlar kəndlilərə. Kəndlilər istehsal etdiyi məhsuldan vergi verir. Bu formada kənd təsərrüfatı və feodalizm daha çox inkişaf eləyir. Cənub hissə isə nə dedik? İspaniya və İtaliyaya daha yaxın olduğuna görə ticarət yollarının bu ərazilərdən keçməsinin təsiri ilə də bu ərazilərdə daha çox şəhər həyatı, sənətkarlıq və ticarət inkişaf etmiş idi. Baxırıq Fransanın mərkəzləşdirilməsi prosesinə. Biz dedik ki, artıq şimal vilayətlərində mərkəzləşməyə daha çox maraqlı idilər. Kral ətrafında birləşməyə, vahid bir, biz necə, yəni güclü bir hakimiyyət olsun ki, pərakəndəçilik olmasın da. Biz də təsərrüfatımızla daha yaxşı məşğul olaq, daha çox gəlir əldə edək motivasiyası ilə kral ətrafında birləşməyə daha çox maraqlı idilər. Və şimal əgər birləşirsə, deməli artıq cənubu da yavaş-yavaş birləşdirməyə başlayacaqlar və beləliklə 13-cü əsrdən etibarən artıq cənub vilayətlərinin də birləşdirilməsinə Tuluza qraflığının birləşdirilməsi ilə başlanıldı. Cənubu da əgər birləşdiririksə, deməli yerdə nə qaldı? Biz mövzumuza başlamamışdan əvvəl demişdik ki, bunun həm də pərakəndəçiliyin, həm də xarici səbəbləri var idi. Eyni zamanda demişdik ki, fransız feodalları davamlı olaraq İngiltərə ilə mübarizədə idilər. Çünki İngiltərənin Fransa taxt-tacına, Fransa ərazisinə iddiası var idi. İngiltərə Fransanın ərazilərini işğal etməyə çalışırdı, torpaqlarını özünə birləşdirməyə çalışırdı və müəyyən müddətdə elə buna nail də olmuşdu. Deməli, biz nə edirik? Artıq daxildə birləşdirməni başlamışıq. Kralın hakimiyyətini geniş ərazilərə yaymışıq. Növbəti hədəfimiz də olacaq İngiltərə ilə mübarizə və İngiltərənin əlində olan torpaqlarımızı birləşdirmək. Bunun üçün isə bizə lazımdır qüdrətli kral hakimiyyəti. Kral hakimiyyətinin güclənməsi üçün bir sıra islahatlar həyata keçirdi. Məhkəmə islahatı keçirdi, kral məhkəməsi yaradılır və ölkənin ərazisində kralın qanunları demək olar ki, artıq əsas qanunlar hesab olunur, kral pulları zərb olunur, vilayətlərin öz pullarını yavaş-yavaş bu pullar tədricən sıxışdırıb çıxarırlar və vahid bir valyutada meydana gəlir. Yəni, birləşdirməni daxildən başladıq, vahid qanunlar qəbul elədik, vahid pulumuz var. Yavaş-yavaş artıq mərkəzləşməyə doğru gedirik. Lakin İngiltərə ilə baş verən bu mütəmadi müharibələr büdcəni azaltmışdı və kral büdcəni doldurmaqdan ötürü neynədi? Kilsə torpaqlarına vergi təyin eləmək istədi. Bu da kralın papa arasında, yəni xristian kilsəsinin başçısı olan papa arasında narazılığa gətirib çıxartdı. Kral bir ağıllı fikir işlədir. Deyir ki, mən papa ilə tək başına əgər kəllə-kəlləyə gələrəmsə, papa məni üstələyə bilər. Ona görə də bütün əhalinin dəstəyini almaq məqsədi ilə əhalinin bütün nümayəndələrinin iştirak etdiyi bir məclis çağırır. 1302-ci ildə. Biz buna deyəcəyik Başdatlar. Fransanın, deməli, sanki indiki bugünkü bizim milli məclisimiz, yəni Fransanın ali bir məclisi idi. Bütün əhalinin iştirak etdiyi bir məclis çağırır və təbəqələrin, yəni əhalinin bütün təbəqələrinin dəstəyini alır. Bu da deməli papanın Avropada siyasi nüfuzunun zəifləməsini gətirib çıxardır. Yəni buradan bizim qazancımız nədir? Papanın, daha doğrusu kralın hakimiyyəti biraz da qüvvətləndi. Kralın nüfuzu artıq papanın üzərində üstünlük əldə etmiş bir şəxs olaraq biraz da artdı. İndi gəlirik əsas məsələyə. Əsas məsələmiz nədir? 100 illik müharibə. Biz dedik ki, Fransa ilə İngiltərə arasında davamlı müharibələr gedirdi. İlk vaxtlar İngiltərə üçün Fransanı belə deyim də ram etmək daha asandı idi. Çünki Fransa pərakəndə vəziyyətdə idi. Amma artıq Fransa yavaş-yavaş mərkəzləşir. Bunun nəticəsində də 14-cü əsrin 30-cu illərində
İngiltərə ilə Fransa arasında 116 il əslində davam etmiş, amma ümumi götürüb o 100 illik müharibə adlandırılan bir müharibənin başlanğıcı qoyulur İngiltərənin Fransaya olan hücumu ilə. İlk vaxtlar İngiltərə müharibədə üstünlük qazanırdı. 1337-ci ildə yer gəlmişkən müharibə başlayıb. İngiltərə deməli ilk vaxtlar qalib gəlirdi. Baxırıq döyüşlərə, məsələn, Poitiers döyüşü 1356-cı ildə Fransanın məğlubiyyəti ilə yekunlaşacaqdı. Hətta bu döyüşdə Fransa kralı əsir düşmüşdü və bundan sonra 1360-cı ildə yəni kral əsir düşdü, getdi. 1360-cı ildə yeni bir kral hakimiyyətə gəlir. O, vəziyyəti dəyərləndirmək, ölkəni vəziyyətdən çıxartmaqdan ötürü vaxt qazanmaq məqsədi ilə 1360-cı ildə İngiltərə ilə ağır şərtlərlə də olsa sülh bağlayır və başlayır analiz etməyə ki, yəni niyə biz bu qədər məğlub oluruq? Və baxır orduya, məsələn, İngilis ordusu ilə Fransız ordusunun burada müqayisəli şəkildə təhlili verilib. Məsələn, baxır ki, fransızlar, daha doğrusu ingilislər sayca daha az olsalar da daha yaxşı təşkilatlanıblar. Onlar məsələn oxçularla atçılar, piyadalar arasında daha yaxşı əlaqə qururlar. Kral öz dəstələrini daha yaxşı idarə eləyir və orada bunlar müəyyən islahatlar keçirməyə başlayırlar. Kral ordusunun sayı və baş komandanın səlahiyyətləri artırılır, eləcə də toplardan istifadə eləməyə öyrənirlər. Bu formada müharibənin ikinci bir mərhələsi başlayır. 1415-ci ildə baş verən Azincourt döyüşündə isə lakin yəni heç bir dəyişiklik olmadan ingilislər qalib gəlirlər, fransızlar isə yenidən məğlub olurlar. Fransanın şimalı İngiltərə tərəfindən tutulur və İngilislər mühüm əhəmiyyətli olan Arlean şəhərini mühasirəyə alırlar. İngiltərə demək olar ki, Fransanın çox hissəsini ələ keçirdi. Paytaxt Paris də daxil olmaqla işğal altındadır. Təkcə Arlean qalır və Arleanı da tutsalar, geniş bir ərazidən söhbət gedir. Arleanı da tutsalar, deməli artıq müharibənin taleyi həll olunur. Fransa demək olar ki, İngiltərə tərəfindən işğal olunacaq. Belə bir vaxtda Fransanın bu çətin dövründə tarixdə ən maraqlı obrazlardan biri olan Janna Dark çıxır tarix səhnəsinə. Janna Dark sadə bir kəndli qız idi. Amma yəni kitabınızda yoxdur, sadəcə başa düşmək üçün ki, necə oldu ki, sadə bir kəndli qızı kral ordusunun başına gəldi. Ona görə bunu aydınlıq gətiririk bu hissəyə. Deməli, Janna Dark hələ kiçik yaşlarından, 13 yaşından etibarən o deyirdi ki, mən belə deyim də, hər hansı bir mistik səslər eşidirəm, vəhy gəlir mənə, belə deyək. Və mənə Fransa ordusunun başına keçmək tapşırılır. Mən Fransanın taleyini həll etmək və xilas etmək üçün bir növ vəzifələndirilirəm. Janna Dark gəlir kralın yanına, bunları danışır, kralı inandırmağa çalışır. Kral da baxır ki, onsuz da yəni vəziyyət çıxılmazdır. Daha doğrusu vəliəhd baxır ki, vəziyyət çıxılmazdır, yəni onsuz da pis vəziyyətdir. Dini yanaşmanın da təsiri ilə kral inandırmağı bacarır və ordunun başına keçir. Həqiqətən də Janna Dark deməli hərbi taktikaları mənimsəmişdi, döyüş qabiliyyəti var idi, döyüşçülərin ruhlandırmağı bacarırdı, motivasiya verməyi bacarırdı, döyüşlərdə hər zaman qabaqda gedirdi, insanlarda ruh yüksəkliyi yaradırdı və beləliklə Janna Darkın rəhbərliyi ilə 1929-cu ildə deməli Arlean ətrafında fransızlar demək olar ki, ilk dəfə böyük bir qələbə qazandılar. Arlean mühasirədən azad olundu. Fransanın vəliəhdi şahzadə taxta çıxarıldı. Lakin təbii ki, bütün yaxşılıqlar cəzasız, heç bir yaxşılıq cəzasız qalmır. Janna Dark cadugərliklə ittiham olunaraq
İngilislər tərəfindən ələ keçirildi. Kral isə bu zaman onun artmaqda olan, Janna d'Arc'ın artmaqda olan nüfuzundan qorxuya düşərək bu məsələyə səssiz qaldı. İngilislər isə onu cadugər kimi edam edib tonqalda diri-diri yandırdılar. Lakin buna baxmayaraq, Janna d'Arc ölsə də belə, fransızlarda böyük bir ruh yüksəkliyi yaratmışdı. Fransızlar artıq qələbəyə inanırdılar. Ona görə də Janna d'Arc'ın əslində bu addımı ölsə də belə Fransanı 100 illik müharibədə məhv olmaqdan xilas elədi. 1453-cü ildə ingilislərlə bağlanmış müqavilə nəticəsində müharibə Fransanın qələbəsi ilə bitdi və İngiltərənin əlində Fransanın cənubunda olan çox kiçik bir ərazi Kale limanı qaldı. Qalan ərazilər isə fransız qoşunları tərəfindən azad olundu. Müharibənin gedişində bir kəndli üsyanımız var, Jaklar üsyanı. Feodallar, zadəganlar belə deyim, yuxarı təbəqə kəndliləri Jak adlandırırdı və kəndlilər isə bütün müharibənin gedişində olan belə deyim də, müharibə varsa, yük kəndlinin üzərinə düşür. Vergilər artırılır, istər aclıq olsun, insanlar tələfatı olsun. Kəndlilər artıq bundan zara gəlib 1358-ci ildə üsyan qaldırmışdılar. Lakin üsyan yatırılır və məğlubiyyətlə nəticələnir. Sadəcə bunu da burada qeyd etmiş olaq. Mərkəzləşdirilmiş dövlətin yaranması prosesinin başa çatması. Biz dedik ki, mərkəzləşmə prosesi başlamışdı, lakin araya 100 illik müharibə girdi və mərkəzləşmə prosesi yarımçıq qaldı. Müharibə qələbə ilə bitdikdən sonra isə bu prosesi yekunlaşdırmağa davam etdilər. Belə ki, 11-ci Ludovikin hakimiyyəti dövründə Fransanın mərkəzləşdirilməsi başa çatdı. Ludovik öz rəqiblərini, daha güclü feodallar, hansılar ki, mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər, bir növ parçala və hökm sür taktikası irəli sürərək onların rəqiblərinə qarşı hiylə işlətdi. Onları əvvəlcə bir-biri ilə mübarizəyə sövq elədi. Daha sonra isə hər birini ayrı-ayrılıqda məğlub etdi və artıq 15-ci əsrin sonlarına doğru Fransada vahid mərkəzləşdirilmiş bir dövlətin yaranmasına nail oldu. Bu da kralın mütləq monarxiyası. Kralın tək başına hakimiyyəti deməkdir. Monarxiya mono, yəni tək başına bir şəxsin hökmranlıq etməsi deməkdir. Mütləq monarxiya isə o deməkdir ki, yəni bu heç kəsdən öz hakimiyyətini bölmür. Nə hər hansı bir parlament, qanunverici dövlət qurumu yoxdur. Kralın mütləq və tək başına hakimiyyəti, söz sahibi olması demək idi. Beləcə mövzumuz sona çatdı. Hər birinizə uğurlar. Növbəti dərslərimizdə görüşənə qədər.